Öz yadında deyil. Əkizlərdən xoşum gəlir. O qızlardan xoşum gəlir. Sevil sevincdən. Sevil, sevil. O Böyük qızlardan- oğlun olsaydı sevinç sevili alardın. Yox, almazdım. Hə, Niyə onlar biraz belə qısa-musa belə. Mən istəyirəm ki, mənim gəlinim evdə otursun, məsəl üçün də qəşəng çay dəmləsin. Ondan sonra qəşəng yeməklər bişirsin. Mən yeyim, biraz da kökəli. Dadına oğlan subay qaldı ki. İstəyirəm ki, hə də, elə istəyirəm. Amma onlar maşallah o qədər gözəldilər ki, həmişə göz qabağındadılar, Ay, sağ ol. giyinirlər, keçinirlər, bütün gözlər onda Yəni olur. sən ac qalarsan. Mən o barədə qısqanc Sən adamam da. ac qalarsan, qısqanarsan. Kim Qısqanc ac adamam qalar? açığı. Ac qalar. Deyir yemək pişirsin gəlin mənə də. Deyir ola bütün gün evdə. Az qalmaz Rüfətə zəng vuracaq ki, falan şey göndərəcəkdir. Rüfətə? Ac qalıb, ac qalacaq. Rüfətə deyəcək, restorandan mənə falan şey göndər. Ay İzzət, indi kimi alardı oğluna? Kimi alardı? Mən Bilmirəm, o kimi yadımda demişəm, deyil, kimi bilmirəm. Sən demişəm. kimi demirsən, xatırlamırsan? Elə söz demişəm mən. Bax, öz yadına gəlmir. Mən yazığı yadına. Bəlkə güllünü demişəm. Güllü demişəm. Yox, deməmisən. Onda Aygün sən Bayramova demirsən. doğrudan. Müsahibələrinin Can. birində demirsən ki, mənim böyük oğlum olsaydı Aygün Bayramovanı alardım öz oğluma. Doğrudan. Yox, o yemək zat bişirən adam oxşamır. Ölərdim mən acından. Yo. Yo. Sağ olsun. Elə qəşəng muğamlar oxusun, qulaq asın.